Artıq hansı məsələdən danışacağımız da bəllidir və bu istiqamətdə isə elə Əhməd Şahidovla, siyasi şərhçi ilə müzakirə aparacağıq. Əhməd bəy, zəhmət olmasa buyurun masanın ətrafına. Hər vaxtınız xeyir olsun, xoş gördük sizi studiyamızda. Əhməd bəy, elə işçi qrupunun yaradılması ilə bağlı xəbəri artıq təqdim etdim. Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlər strateji tərəfdaşlıq müstəvisinə qaldırılır və daha yüksək səviyyədə davam etdiriləcək bundan sonra. İşçi qrupunun yaradılması, bu kontekstdə Azərbaycan-Amerika Birləşmiş Ştatlarının münasibətlərinin yeni bir mərhələyə daşınması hər iki ölkəyə, xüsusilə də Azərbaycana nə verəcək? Təşəkkür edirəm Çinar xanım. Mən də bütün ARB24 izləyicilərini salamlayıram. Ümumiyyətlə, ABŞ və Azərbaycan arasında bu formatda institusionallaşmış bir əməkdaşlıq formulu uzun illərdir ki, gözlənilən bir ssenaridir. Çünki uzun illər idi ki, iki ölkə arasında müxtəlif sahələrdə enerji, təhlükəsizlik, insan haqları sahəsində müvəqqəti dialoq mərhələləri yaşansa da, amma stabil və davamlı bir əməkdaşlıq formulu nəhayət ki, Trumpın ikinci prezidentlik dönəmində baş tutdu və xüsusən də bu ilin avqust ayının 8-də Ağ Evdə üçlü bir görüş baş verdi ki, ABŞ vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması baş tutdu və həmin görüşdə eyni zamanda ABŞ və Azərbaycan, ABŞ və Ermənistan arasında ikili əlaqələrin inkişaf etdirilməsi və strateji müttəfiqlik səviyyəsinə qaldırılması və Azərbaycan prizmasından yanaşsaq, təbii ki, 8 avqust razılaşmasından sonra Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji əməkdaşlıqla bağlı işçi qrupunun yaradılması bugün gündəmdədir. Məhz ABŞ Dövlət Departamentinin son açıqlaması da bu istiqamətdədir. Yəni, Amerika Birləşmiş Ştatları Cənubi Qafqazın iki ölkəsi ilə, Azərbaycanla və Ermənistanla həm ayrı-ayrılıqda strateji işçi qrupu yaradır. Eyni zamanda Cənubi Qafqazda yeni üçlü bir formatın əsası qoyulur. Burada ABŞ-ın əsas məqsədi təbii ki, Cənubi Qafqazda 35 ildir ki, davam edən müharibəyə son qoyulması, sülh müqaviləsinin imzalanması iki ölkə arasında və ümumən regionun və dünyanın iqtisadi və ticari səhnəsini, tablosunu dəyişdirəcək infrastrukturun, kommunikasiya xətlərinin açılması, biz Zəngəzur koridoru deyirik, ABŞ-da buna TRIP, yəni Trump marşrutu, Trump yolu deyilir. Bu, ABŞ-ın dünyada sülh yaratmaq, xüsusən də Donald Trump'ın ikinci prezidentliyi dönəmində dünyada sülh qurma, peace building siyasətinin bir davamı kimi baxılmalıdır. Eyni zamanda ABŞ-ın iqtisadi, ticari, maliyyə maraqlarına uyğundur. Çünki bu Trump marşrutu hələ 100 il ərzində Amerika Birləşmiş Ştatlarına milyardlarla dollar vəsait qazandıracaq. Azərbaycan prizmasından yanaşanda təbii ki, Azərbaycan üçün Amerika Birləşmiş Ştatları ilə stabil və davamlı strateji əlaqələrə sahib olmaq, bu bizim üçün həm siyasi legitimlik deməkdir. Çünki ilk dəfə post-Sovet məkanında Azərbaycan ilk ölkə olacaq ki, Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlıq əlaqələrini qurur. Bu eyni zamanda... Ermənistan necə? Yəni, bu, hər ikisi eyni paralel şəkildə həyata keçirilir. Digər tərəfdən Azərbaycan üçün bu eyni zamanda təhlükəsizlik baxımından çox önəmlidir və təbii ki, Azərbaycanın iqtisadiyyatının dirçəldilməsi, daha da inkişaf etdirilməsi baxımından. Çünki ABŞ-la Azərbaycan arasında eyni zamanda qarşılıqlı investisiyalar, iqtisadiyyatın genişləndirilməsi, şaxələndirilməsi ilə bağlı razılaşmalar da var. Biz Amerika Birləşmiş Ştatlarından olan investorların Azərbaycan cəlb edilməsini nail ola bilsək, bu eyni zamanda ümumən Cənubi Qafqazın uzun müddət Amerikanın milli maraqlarında olması və təhlükəsizlik baxımından stabil bir ölkə olmasına gətirib çıxara bilir və Dövlət Departamentinin açıqlamasında diqqəti çəkən məqam həm də ondan ibarət idi ki, həm Azərbaycanla, həm Ermənistanla strateji işçi qrupu eyni anda fəaliyyətə başlayacaq ki, bu artıq Cənubi Qafqazda yeni formatın, üçlü formatın ABŞ, Azərbaycan və Ermənistan əməkdaşlığının əsasını qoyur ki, bu əməkdaşlıq da eyni zamanda Azərbaycan və Ermənistan arasında davamlı, uzun müddətli sülhün qarantörü kimi, təminatçısı kimi Amerika Birləşmiş Ştatlarını bölgədə önə çıxarır. Əhməd bəy, qeyd edirsiniz ki, artıq Azərbaycanla Ermənistan arasındakı bu münasibətlərin tənzimlənməsində həm də Birləşmiş Ştatlar aktiv rol oynayacaq və hər iki tərəflə işçi qrupunun yaradılması, bu kontekstdə aparılacaq müzakirələr də buna ehtiva
müsahibə eləyəcək. Amma Azərbaycanla bağlı problem yoxdur. Ermənistan daxilində isə vəziyyət gərgindir. Birləşmiş Ştatların qarantı bu məsələdə Paşinyana daha çox lazımdır ki, ən azından cəmiyyəti, xalqı da inandıra bilsin ki, apardığımız uğurlu siyasət nəticəsində bugün Birləşmiş Ştatlar da bizim yanımızdadır və Ermənistana dəstəyini ifadə edir. Təkcə bu məsələnin qaldırılması, ilin sonuna qədər işçi qrupunun yaradılması Paşinyanın seçki kampaniyasında uğur əldə etməsinə bir dəstək ola bilərmi? Təbii ki, bugün Ermənistanda vəziyyət o qədər də asan deyil. Nəzərə alsaq ki, 2026-cı ilin iyun ayında növbəti parlament seçkiləri keçiriləcək. Artıq 8 aydır ki, 8 ay qalıb seçkiyə, artıq vəziyyət qəlizləşib. Xüsusən də erməni kilsəsi ilə Nikol Paşinyan hakimiyyəti arasında ziddiyyətlər davam edir. Bəzi yepiskoplar, kilsə nümayəndələri həbs ediliblər. Onlarla bağlı sosial mediada, internetdə bəzi şantaj xarakterli məlumatlar yayılır. Bu, erməni kilsəsi ilə Paşinyan komandası arasında uçurumun dərinləşdiyini göstərir və nəzərə alsaq ki, burada Rusiya faktoru da var. Rusiya müxtəlif dövrlərdə Nikol Paşinyan iqtidarına alternativləri dəstəkləməklə məşğul olub. Biz bunu zaman-zaman Robert Koçaryan və Serj Sarkisyana verilən dəstəkdə də gördük. Hələ ötən ilin yay aylarında yenə erməni yepiskopun Qalstanyanın təşəbbüsü ilə keçirilən etiraz aksiyalarının Rusiyadan dəstəklənməsi, bugün daha bir erməni nümayəndənin Rusiya Federasiya Şurasına seçilməsi, bu kimi məsələlər Rusiyanın Ermənistan hakimiyyətinə, Nikol Paşinyana seçki öncəsi təzyiqləridir və düşünürəm ki, seçki yaxınlaşdıqca Ermənistandakı müxalif qüvvələr, hər nə qədər onlar erməni cəmiyyətində öz etimad limitini itirsələr də, onlar arasında bir koordinasiya qurularaq və xüsusən də kilsə və müxalif qüvvələr bir araya gətirilərək Nikol Paşinyana qarşı ciddi bir müqavimət düşərgəsi formalaşdırılacaq. Belə olan halda təbii ki, Nikol Paşinyanın kömək istəyəcəyi əsas ünvandan biri də elə Amerika Birləşmiş Ştatlarıdır. Nəzərə alsaq ki, ABŞ-ın dünyadakı ən böyük səfirliyi məhz elə kiçik Ermənistanda yerləşir. 800-dən artıq əməkdaşı var bu səfirliyin. ABŞ-ın marağındadır ki, Nikol Paşinyan və onun komandası növbəti dönəmdə də hakimiyyətdə qalsın, seçkiləri qazansın. Təbii ki, bu Azərbaycanın da maraqlarına uyğundur. Çünki Azərbaycan dövləti... Paşinyan artıq ritorikasını dəyişib Azərbaycana qarşı. Yəni, təbii ki, sülh gündəliyi bugün müzakirə predmetidir. Məhz elə 2026-nın iyun ayında keçiriləcək seçkilərdə də həm Nikol Paşinyan hakimiyyətinin, həm də ona müxalif olan qüvvələrin də gündəliyində Azərbaycanla sülhdür. Sadəcə fərqli yanaşmalardır. Nikol Paşinyan ötən parlament çıxışında bildirdi ki, 2026-cı iyununda erməni seçicilər həm də Ermənistanın gələcəyinə, Azərbaycanla olan sülhə səs verəcəklər. Bunun alternativi müharibədir. Revanşist güclər, intiqamçı güclər hakimiyyətə gələrsə, Azərbaycanla yeni müharibə qaçılmaz olacaq. Bu baxımdan erməni seçicilər təkcə Nikol Paşinyana və ya hansısa siyasi qüvvəyə deyil, sülhə səs vermiş olacaqlar. Bu baxımdan təbii ki, Nikol Paşinyanın seçkilərdə qalib gəlməsi ilə Azərbaycanın maraqlarına uyğundur. Hətta 10 gün bundan övvəl təqribən ayın 21-də Qazaxstanda səfərdə olarkən ölkə başçısı cənab İlham Əliyev də bildirdi ki, Azərbaycan öz ərazisindən keçən tranzit yüklərin Ermənistana buraxılmasına rəsmi şəkildə icazə verir. Bu, elə Nikol Paşinyanın seçki öncəsi nüfuzunun yüksəlməsinə səbəb olub. Çünki həqiqətən də 35 illik müharibə dönəmində Ermənistan, Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı vəziyyətdə bir ölkə olaraq dalana dirənmişdi. Bütün regional layihələrdən kənarda qalmışdı. Bu, Ermənistan iqtisadiyyatını bir bataqlığa çevirmişdi. Və Azərbaycan ərazisindən tranzit yüklərin Ermənistana daşınmasına icazə verilməsi bu Ermənistan üçün, iqtisadiyyatı üçün ciddi bir artım deməkdir. Xüsusilə də Qazaxstan buğdası, yəni taxıldırsa bu sonra demək Rusiya mallarının da Azərbaycan ərazisindən keçərək Ermənistana daşınması gündəmdədir, gündəlikdədir. Belə olan halda düşünürəm ki, seçkilərə qədər hələ Azərbaycan bir neçə belə analoji addımlar ataraq Ermənistanla sülh imzalanmasında ciddi bir siyasi iradə qoyduğunu bir daha nümayiş etdirəcək ki, erməni xalqı nəhayət ki, başa düşsün seçkilərdə kimə səs verəcək. Ya yenidən o korrupsiya, özbaşınalıq, müharibə tərəfdarı olan revanşistlərə, yoxsa Azərbaycanla Türkiyə ilə sərhədlərin açılmasına, inkişafa
səs verməlidirlər. Bu baxımdan ciddi seçim qarşısındadılar. Bunda belə deyək, bu məqamda Azərbaycanla, ABŞ-la əməkdaşlıq Ermənistanın elə gələcəyi üçün çox önəmlidir. Çünki ABŞ-ın da maraqları ondan ibarətdir ki, 8 avqustda imzalanmış o razılaşma davam etdirilsin və ABŞ həm Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına nail olsun, eyni zamanda Tramp marşrutun açılması üçün proseslər sürətlənsin. Mən düşünürəm ki, 2026, əgər bu işçi qrupu bu ilin sonuna qədər uğurlu şəkildə öz fəaliyyətinə başlasa və proseslər planlaşdırıldığı şəkildə getsə, seçkiyə qədər 2026-cı ilin yayına qədər Azərbaycanla Ermənistan arasında yekun sülh sənədi imzalana bilər ki, bu artıq elə Nikol Paşinyan komandasının seçkidə qələbə qazanmasına gətirib çıxara biləcək əsas amillərdən biri olacaq. Əhməd bəy, biz elə bu məsələlərdən həm də kilsə və Paşinyan savaşı fonunda danışdıq. Geri gəlmişkən bir xəbər var. Həmin o xəbəri tamaşaçılarla bölüşmək istəyirəm. Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı videoda Katolikos II Qareginin keşiş Aramı kilsədən uzaqlaşdırmaq səlahiyyətinə malik olmadığını bildirib və o bu videonu sensasiyalı xəbər başlığı ilə paylaşıb. Paşinyanın sözlərinə görə sensasiyalı xəbər 2. Qaregindən gəlib. Katolikos kilsənin nizamnaməsinə istinad eləyərək iddia eləyib ki, keşiş Aram Asatryan kilsədən kənarlaşdırıldığı üçün Hofannavak monastırında liturgiya keçirə bilməz. Baş nazir isə qeyd edib ki, 2. Qareginin özü erməni kilsəsinin nizamnaməsinə əsasən katolikos ola bilməz. Problem ondadır ki, Nersisyan subaylıq andını pozduğu üçün katolikos ola bilməz. Bu səbəbdən o artıq kilsədən də uzaqlaşdırılıb. Belə olan halda isə kilsədən uzaqlaşdırılmış şəxs başqa birini uzaqlaşdıra da bilməz. Buna görə də keşiş Aram Asatryanla bağlı hər hansı bir iddia da irəli sürə bilməz. Həmçinin Paşinyan əlavə edib ki, keçən bazar günü olduğu kimi bu bazarda monastırda keçiriləcək liturgiyada iştirak eləyəcək və maraqlıdır ki, yenə də kilsə Paşinyan savaşı davam eləyir. Aram Asatryan da bilirik ki, Paşinyana qarşı çıxmayan yeganə keşişlərdəndir və Paşinyan da çalışır ki, onu mərkəzə gətirsin. Bu dəfə də 2. Qaregin deyir, ümumiyyətlə onu kilsədən uzaqlaşdırırıq. Bunun fonunda da Ermənistanın baş naziri deyir ki, ümumiyyətlə 2. Qaregin axı keşiş ola bilməz, çünki nizamnaməyə uyğun davranmayıb. Bu savaşda 2. Qareginin Paşinyanı üstələməsi ehtimalı nə qədərdir? Ümumiyyətlə erməni kilsəsi erməni cəmiyyətində təkcə ibadət məkanı kimi görülmür. Hələ 1-ci Qarabağ müharibəsindən ölkənin ictimai-siyasi həyatında, xüsusən də müharibə ritorikasında ciddi bir dayaq nöqtəsi idi. 1-ci Qarabağ müharibəsində biz o görüntüləri hamımız şahidiyik ki, erməni keşişlər Azərbaycana qarşı o soyqırım törətmiş, müharibə cinayətləri törətmiş şəxsləri belə deyək, dırnaqarası müharibəyə göndərirdilər, onlara halallıq verirdilər və erməni kimliyində erməni kilsəsi çox böyük rolu var. Bu baxımdan mən inanmıram ki, Nikol Paşinyan ümumiyyətlə erməni kilsəsinə qarşı savaş açsın. Sadəcə özünün də dediyi kimi erməni kilsəsində kök salmış bəzi qeyri-qanuni rahiblərə qarşıdır bu mübarizə. Amma bunların sayı çoxdur. Bəli, sayı çoxdur və ona görə də o Eçmiədzin kilsəsinə qarşı, oradakı belə deyək, iyerarxiyaya qarşı Nikol Paşinyan mübarizə aparmaqla eyni zamanda orada bir kilsədə hakimiyyət dəyişikliyinə çalışır ki, öz adamını kilsənin başına gətirsin və bundan sonra kilsə ilə yenidən münasibətləri bərpa eləsin. Çünki erməni xalqının gözündə erməni kilsəsi ciddi bir güc mənbəyidir. Erməni kilsəsi ilə sonadək mübarizə aparmaq erməni xalqının müəyyən bir etimadını itirməyə gətirib çıxara bilər. Ona görə seçkilərə qədər Paşinyan çalışır ki, o da alternativ bir ibadət ocağına gedərək Eçmiədzinə bir alternativ ibadət mərkəzi formalaşdırmağa çalışır. Görünən odur ki, kilsə, Paşinyan arasında bu mübarizə getdikcə dərinləşir. Amma kilsənin elə bir siyasi
dayaqları yoxdur, xüsusən də Avropada, Amerika Birləşmiş Ştatlarında. Amma dəstəyi, maliyyəsi çoxdur. Var, maliyyəsi var. Xüsusən də Rusiyadan Rusiya bugün Nikol Paşinyana qarşı mübarizə aparacaq istənilən qüvvəyə dəstək verməyə hazırdır. Yəni bunu biz hələ 1-ci Qarabağ müharibəsindən sonra Robert Koçaryana, Serj Sarkisyana verilən dəstək, 2018-ci ildən sonra müxalif qüvvələrin təşkilatlanması, hələ ötən il yenə erməni Keşiş Qalstadiyana verilən dəstək və bugün İçmiyəcinin rəhbəri 2-ci Qareginə dəstək var. Amma Nikol Paşinyan siyasi bir şəxsdir. Onun belə deyə bir dövlət başçısı olaraq, hökumət başçısı olaraq dayaqları daha güclüdür və 2020-ci il müharibəsindən sonra Ermənistanda keçirilən seçkilərdə əgər məğlub Nikol Paşinyan ikinci dəfə seçkiləri qazandısa, bu bir reallığı ortaya qoyur ki, erməni xalqı artıq 2020-ci il müharibəsindən dərs çıxarmağa çalışır və onlar başa düşür ki, Paşinyana alternativ olan qüvvələrə səs versələr, bu yeni itkilər deməkdir, yeni canlı itkilər, torpaq itkilər deməkdir. Heç bir halda Azərbaycanla müharibə Ermənistana fayda gətirməyəcək. Bu, onu ölkə olaraq, dövlət olaraq suverenliyini şübhə altına alır. Yəni, pis də olsa, qəbul eləməsələr də, müəyyən sosial problemləri olsa belə, yenə Nikol Paşinyana səs vermək ən yaxşı seçimdir. Təbii ki, seçkilərə qədər kilsə tərəfindən də müəyyən ayaqlanmalar olacaq. Xüsusən də erməni kilsəsi regionlarda daha güclüdür. Regionlarda, xüsusən də Zəngəzur dediyimiz Sünik bölgəsində, orada insanların ayağa qaldırılması, etirazlara qaldırılması, güya bu bölgənin Azərbaycana təslim ediləcəyi ilə bağlı yayındırıcı təbliğat aparmaqla insanları, erməni vətəndaşları Nikol Paşinyana qarşı ayağa qaldırmağa çalışırlar. Seçki yaxınlaşdı bu cür ziddiyyətlər, bu cür etirazlar davam edəcək. Amma mən əminəm ki, erməni xalqı doğru bir qərar verəcək və növbəti dəfə sülhə səs verəcəklər. Elə Nikol Paşinyan özünün də parlamentdə dediyi kimi, bu seçki siyasi qüvvələr arasında bir seçim deyil, sülh və müharibə arasında bir seçimdir. Bu onu bir daha göstərir ki, Azərbaycanla sülh məsələsi elə Nikol Paşinyanın seçki öncəsi təbliğat prosesində də əsas argumentlərdən biridir. Əhməd bəy, istəyərdim ki, son olaraq Rusiya amilinə də toxunaq. Çünki seçki kampaniyasından danışırıqsa, Ermənistanın Rusiyadan müdaxilələrlə bağlı müəyyən fikirləri mövcuddur. Elə kilsə timsalında da siz də diqqətə çatdırdınız və deputat Sarkis Xandanyan bu məsələ ətrafında danışarkən deyib ki, biz heç bir halda Rusiyaya icazə verməyəcəyik ki, Ermənistanı necə xilas etməli olduğumuz haqda bizə diktə eləsin və Moldovada yaşanan senarilərin sanki Ermənistanda da tətbiq olunmağa çalışıldığına dair siqnallar aldıqlarını deyir. Sizin fikrinizcə Moldovada bir növ məğlubiyyətə uğrayan Rusiya buna bənzər senarini Ermənistanda da tətbiq eləməyə çalışacaq mı? Təbii, Rusiyanın bugün elə Cənubi Qafqazda ən çox təsir rıçaqlarına malik olan ölkə elə Ermənistandır. Nəzərə alsaq ki, müxalif düşərgə elə ənənəvi Rusiya yönümlü qüvvələrdir. Amma Robert Koçaryan və Serj Sarkisyan artıq erməni xalqının gözündə etimad limitini doldurduqları üçün Rusiya alternativ təzyiq vasitələrindən istifadə edir. Hətta ən radikal addımlara belə gedilə bilər. Nəzərə alsaq ki, Ermənistanın ən yaxın keçmişinə nəzər salsaq, erməni parlamentinin spikeri və onun müavinlərinin elə parlament iclası zamanı gülləbaran edilməsi, bu artıq Ermənistanda bu təcrübənin yaşandığını göstərir. Rusiya hətta buna belə gedə bilər. Amma hələ ki, seçkilərə vaxt var. Seçki öncəsi Nikol Paşinyana qarşı olan qüvvələrə, namizədlərə qarşı həm media, həm maliyyə, həm siyasi dəstəyin verilməsi, erməni kilsəsinə dəstək verilməsi və iqtisadi rıçaqlardan istifadə edərək Ermənistan hakimiyyətinə təzyiq və təbii ki, seçkilərdə Rusiyanın ən çox istifadə elədiyi o hibrid müharibə, media üzrə və seçki prosesinə müdaxilə var ki, kiber müdaxilələr var ki, biz bunu Moldovada da gördük, uğursuz olsa da belə bir cəhdlər var idi. Hətta Amerika Birləşmiş Ştatlarında ötən il noyabr ayındakı seçkilərdə də ayrı-ayrı ştatlarda seçki məntəqələrinə kiber hücumların Rusiya tərəfindən həyata keçirildiyi ilə bağlı məlumatlar var idi.
bu cür hücumlar Ermənistana daha çox ediləcək və Ermənistan bu hücumların qarşısında daha zəifdir. Düşünürəm ki, Rusiya bu addımı da ata bilər və ən radikal addım odur ki, hələ də Ermənistan ərazisində Rusiyaya aid 2 hərbi baza var və son aylar həmin hərbi bazaya yeni şəxsi heyət və hərbi texnika gətirilib ki, bu da Ermənistanın gələcəkdə iyun seçkilərində Rusiyadan gələ biləcək təxribatlarla üzləşə biləcəyini deməyə əsas verir. Əhməd bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz üçün. Bəli, biz artıq Azərbaycan və Ermənistan münasibətlərindən danışdıq. Birləşmiş Ştatların bu proseslərdə hansı rolu icra edəcəyi ilə bağlı müzakirəmiz oldu. Həmçinin də Ermənistandakı seçki prosesi ilə bağlı təhlillər aparıldı. Digər bir məsələ ətrafında istəyərdim ki, danışaq.